Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərində kreditlə satılan 3 otaqlı və görünən əşyalar qalmaq şərti ilə satılan bir mənzil çəkib təqdim edirəm. Mənzilimiz 16 mərtəbəli binanın 11-ci mərtəbəsidir. Öncədən qeyd edim, mənzildə elektronika çıxarılır, mebellər, qalan əşyalar qalır. Mənzilimizin ümumi sahəsi 65 kvadratdır. Mənzilin kredit şərti nədir? İlkin ödəniş 60 min manat, aylıq 413 manat olmaqla. Mənzil addan ada dəyişilir, ancaq minimum 500 manat rəsmi gəlir olmalıdır. Mənzilimiz 3 otağa düzəlmə olduğu üçün görürsünüz baş tərəfdə mətbəx, qonaq otağı, mebellər təzə mebellərdir, mebellər qalır, elektronika çıxarılır və əlavə burada 2 yataq otağı var, əlavə mətbəx, eyvanda bir əlavə mətbəx var. Burada görünən əşyalar qalacaq. Mənzilimiz yerləşir Xırdalan şəhəri Heydər Parkının qarşısında. 4%li ipotekadır, kirayə yolu ilə alınmış bir mənzildir. Minimum 500 manat rəsmi gəliriniz olarsa, bu mənzili birbaşa sizin adınıza dəyişmək olar. İlkin ödəniş 60 min manat, aylıq 413 manat olmaqla. Və qeyd edim ki, 60 min manatdan əlavə evin ümumi ana borcu hardasa 67-68 min manat ana borcu qalır. Təmirini görürsünüz, təmiri əladır, proyekt əladır. 2 yataq otağı, qonaq otağı, qonaq otağının baş tərəfində mətbəx, bu da bizim uşaq yataq otağımız və burada əlavə eyvan və keçirik eyvana. Eyvanda da mətbəximiz var. Əlavə sual olarsa aşağıda sağ tərəfdə bizim əlaqə nömrəsi var.